Səhər oldu və oyanmışıq. Sabahınız xeyir olsun. Biz artıq yola düşürük və getməyə hazırlaşırıq. Gördüğünüz kimi maşını olduğu için böyle şeyler yaxşı bilir. Və bizim 8 saat yarım yolumuz var. Tezdən durmuşuq. Hazırlaşırıq yola. Deməli Krakow'da görüşərik. Və biz sonunda gəldik, çatdıq. Və burada gəldiyimiz yer. Ama hemen nömrə lazım olmadı. Girin içəriyə. Buranı da açmaq. Buradaymış. Müssen wir unten gehen oder wie? Hier, oder? Steht links oder rechts? Moment. Nummer 2. Hier rein. Nummer? Ha, buradaymış. Okay. Nimmst du das? Deməli buranı da açdıq. Bura bizimdir. 100 nəyə açmaq lazımdır. Bu nədir? Gəlmişik deməli. Bura belə bir yataq qoyublar. Bura belə oturmağa belə bir şey qoyublar. Televizor var. Girəcəkdə belə şəkillər asıblar. Mikro bu bilmirəm bu niyə belə işləyir. Bizdə tualet burdadır. Tualet də hamamda belə görsənir. Belə. Yəni pis deyil, yəni normaldır məncə qalmaq olar. Yabırçılığa baxın. Burada hər yan bağlayıblar. Buradan keçmək olmaz. Amma kendi risk eləyib gedəcək. Kommst du? Yabırçılığa bax. Belə şey olar. Bütün yola bağlayıblar. Belə şey olar. Bizim bəxtimizə bax da. Deməli belə böyle bir tane park var. Bunun içine getməliyik. Get qurtarmırıq. Bu başı da o tərəfdədir. Biz də yolun o bir tərəfinə keçməliyik. Yəni boş bir parkdır. Skameykalar. Ağacda da zaten hələ vaxtı deyil. Belə. Sonunda gəldik, başına çıxdıq. Burada və binalar var. Yuxarısı buradan getmək olur. Bizim əlki yolumuz burada qarşıyadır. Və düz gedəcək. Bunlar bax, biz də bunları istifadə edəcəyik. Burada çox məşhurdur bu atlar. Çox da qəşəngdir. Baxın. Dəli şeytan deyir, sən də istifadə elə. Çox maraqlıdır. Bu da şəhərin belə. Hər şey tam gözəlliklərini gəlib çatmamışıq. Biraz da mərkəzə gedəcəyik. Hələ ki buralardayıq. Məncə tramvaylar Azərbaycana da qayıtmalı deyə düşünürəm. Yəni şəhərə tam başqa gözəlliyi verir məncə. Zarafat eləmirəm. Burada demək olar ki, küçələrdə, piyada keçidlərində ampullar yoxdur. Yəni işıqlar yoxdur. Buna görə də maşınlar çox gözləməli olur və çox da tıxac yaranır. Çünki biz keçməliyik, onlar gözləməlidir deyə biraz əlavə vaxt aparır. Gəlmiş indi zapikanki. Zapikanki yeməyə. Belə bir çədir. Burada böyle yeməklər də var. İndi 10 euro. Bundan biraz artıq ödəmişik. İndi görək dadı necə olacaq. Mən də birinci dəfəsini yazam. Deməli 10 dəqiqəlik gözləyirik. Hələ ki gəlməyib. Deməli qız tək işləyir. Belə sifarişləri alır. Oradan gedir hazırlayır. Halaldır. Çox yaxşı. Elə də balaca yerdə də, yəni çox da işçiyə ehtiyac yoxdur. Amma məncə bir dənə işçi götürsə çox da qəşəng işləyər. Mən də deyirəm yeməyimiz gəlir, dadlı olar. Həyatımda birinci dəfəsini yeyirəm. Heç belə bir şey yeməmişəm. Sandra təbii ki yeyib. İndi mən də birinci dəfəsini yeyəcəm. Deməli belə bir şey. Deməli dostlar aldım. İndi bunu da prob eləyəcəm. Es ist heiß. Artıq hayır. Selbəcə gün onunla. Nein. Hələ keçin başa düşmədim. Göbələkdir, toyuqdur, xiyardır, çeri pomidordur. Bir də sos olaraq biraz acılar var. Ketçapla mayonezin qarışığıdır. Dadı məncə qəşəngdir. Yəni bura gəlsəniz məncə sınayın. Mən yeyim sonra görüşərik. Videoda demək yaddan çıxdı ki, bu baget çörəyidir belə. Ortadan ayırıblar. Bu arada porsiyon olaraq bayağı böyükdür. Yəni belə alanda bir dənəsini alıb 2 nəfərə böldürürəm. Məncə daha məsləhətdir ki, başqa şeylərdə yer qalsın. Çünki mən bunu yeyəndən sonra bugün artıq fol olacağam. Olmasam da yeyəcəm. Bu arada burada belə restoranlar içindən görürsünüz. Hamısı belə fərqli bəzəklərdə olur.
Məsələn, motosiklet də qoyublar. Ondan sonra burada bir dənəsi var. Bu da çox yekədir, belə altı var. Bir də bunun yuxarı hissəsi var. Bu təmiz bina, restorandır. Deməli, burada da kilsə var. Ümumiyyətlə, burada kilsələr həqiqətən çoxdur, yəni həddindən artıq. Burada bir dənə var. Bir də buralarda belə mərkəz küçələr. Bura biraz Targovu oxşayır, elə bil ki, biraz andırır. Bizdən uğurlayıblar bunlar. Amma elə bil ki, şəhər həqiqətən 2-ci Dünya müharibəsində qalıb da, yəni o abu-havası var şəhərin. Demək olar ki, bütün küçələrin bax divarları beləncə bunlar rəngliyiblər. Yəni opşu bax buradan bu yana, bu hissələr, hər yanı beləncə bunlar yazıblar, pozublar. Yəni şəhər də dəymir böyük ehtimalla. Yəqin ki, qadağan olan yerlər də var. Bax bu tərəfdə. Hər tərəf. Deməli bir dənə də restoran var, buna baxın. Bunları qoyublar içəridə. Belə içki içmək üçün. Ümumiyyətlə, bütün restoranların çox fərqli dizaynı var. Çox belə möhtəşəm. Yəni biz necə Azərbaycanda yaradırıq o möhtəşəmlikdə restoranların içində. Burada da eyni. Bu insanlar elə bil ki, restoranı xüsusi ilə hazırlayırlar. Məsələn, bax, burada balaca bir yerdir. Görürsünüz, məsəl içində kağızları falan bir asıblar ki, nəsə maraqlı bir şey yaratsınlar. Ya bütün restoranlarda eyni fərqlilik, eyni gözəllik. Deməli, yenə belə bir dənə park var. Tam bilmirəm, amma hələ ki, yenə bir dənə park tapmışıq. Yenə belə uzun. Buralarda deyəsən belə parklar məşhurdur. Yəni get qutarmır. Parkın əvvəlinin axırı bilinmir hardadır. Bunun da içindən gedirik. Çox da böyük işıqlar yoxdur belə. Yəni tam işıqlı deyil. Belə az işıqlarla biraz da romantik hava qatıblar məncə parka. Burada da uşaqlar üçün oynamağa yer qoyublar. O gündə yox idi. Burada da belə uşaqlar üçün oynamağa yer var. Burada bir dənə də kilsəyə rast gəldik. Kilsələr həddindən artıq çoxdur. Bayağı kilsələr var burada. Bayağı. Həqiqətən deyirəm, bu gözəlliyə baxın. Bu restoranların düzəlişinə. Bizim məsələn Targovda da düz restoranlar var, qəşəng olanlar. Amma bunlar həqiqətən başqa bir gözəllik qatırlar. Yavaş-yavaş mərkəzə yaxınlaşırıq. Alovlar. Çox qəşəng düzəldiblər. Burada da eynisi var. Yəni ki, restoran iki tərəfli də ola bilər. Burada belə mərkəzdir, alış-veriş mərkəzinə gedəcəyik biz də. Alış-veriş mərkəzidir belə, biraz lüksüzdür. Yəni lüksüz dediyimə baxmayın, bəlkə də heç qiymətlər olmaz. Heç belə baxanda. Şəhərinin binadan var, görünüşü belədir. Sizə göstəreyim. Yəni bu qədimliyi qoruyublar. Belə buraların görünüşü. Tam aşağıda belə var. Getmək olur. Burada gördüyünüz binalar köhnədən qalma. Bu arada mən səhv bilmişəm. Bu bir dənə restorana yox, bütün hamısına aiddir. Demək, hamısı belə edir. Bu qarşıda olanlar hamısı bunlardan istifadə edirlər. Çox da qəşəng bir şeydir məncə, isti olmağına görə qış üçün əladır. Deməli, biz də təməlliyəmədik, gəldik bu restorandan birinə girdik. Nəyə çıxın götürməkdir, gecədir zaten. Gəldik restorandan birinə girdik və burada tam içkilər çoxdur əslində, bir də belə Porsche-ya aid olan belə 3 dənə içki var burada. İndi istəyirəm onlardan birini sifariş verib dadını sınayaq görək necə dadır. Mən Tatankam gəldik, Tatankam. Belə bir içkidir. Biraz dağıtdım. Dadı baxım görüm necədir. Alma suyu. Bunda vodka yoxdur ki. Yəni bildiğiniz alma suyudur. Bildiğiniz vodka. Засадкай vodka. Kayne. Не, doch, probier. Beğendi. Schmeckt gut. Neyse. 10 euro 50 cent. Deməli dostlar, burada da Azərbaycandakı kimi servis haqqı var. Görürsünüz. 13 zlota. 10 dora salırlar. Bizə kimi deyil. Bunlar da altdan soxurlar pulu. Deməli hamamda belə oldu dostlar. Bu altdan başladı, üstə bütün su zaten hər şey başladı vurmağa. Bilmirəm bu niyə belə oldu. İndi su yetmir, yağmurçular. Su qaldı belə. Bu nə etmək olar, heç bir fikrim yoxdur. Aşağıdan zaten biraz oynadım amma getmir. Sabah demək lazımdır ki, gəlib düzəltsinlər. Deməli bu gün yuxudan duran kimi gəlmişik restorana. Wie heißt es? Gonska adlı restorana gəlmişik. Pirogi yedik. Mən piroginin kartuşkalısını Sandra-gildə yemişəm, dadını bilirəm. Amma ki, indi burada yiyəcəyimiz ördək ətindəndir. Çünki normal ət tapa bilmədik, çünki hamısı donuz idi. Biz də bura gəlmək üstünlük verdik.
Burada ancaq belə qaz əti, qaz ətindən olur. İndi restorana girəcəyik. Bax belə. Burada bəzəyiblər. Ördəyin ördək deyəcəkdim, qazda yox. Qazda qoyublar bura. Belə dizaynı var restoranın. Bu da içində. Belə. Düz. Çox şirin. Burada belə. Baxın, bu da restoranın görünüşüdür. Bunların restoranlarının görünüşlərinə mən heyran qaldım da. Buradan da belə su axır. Burada günəş. Çox qəşəngdir. Ümumiyyətlə restoranların dizaynı həqiqətən çox əladır burada. Yəni bizdə Azərbaycan necə önəm verirlərsə, burada da elə önəm verirlər. Deməli biz burada birinci olanı götürürük sup olaraq. Polşanın ənənəvi supudur. Bir də bu piroq götürəcəyik. Piroqa. Pardon. Bir də piroq götürəcəyik. Deməli qaz ətindən olan. Gördüyünüz kimi burada bunun qarliki çıxardacağıq. Sarımsaq olmasın. Sinək görün necədir. Deməli belə bir şey gətirdilər. Başdan belə sınamaq üçün dedilər bir sınayın. Kompotlar da belə bir çay kimi gətiriblər. Was is tea? Hə, gününüz uğurlu keçsin. Biz də buradayıq. Nəysə bu kompotu bir dənə sınayaq görək nətərdir. Mənim mamam daha yaxşı düzəldir. Nəysə. Nuralarcığım, niyə indi bu dadına baxaq görək başqa şey nətərdir. Bu elə də önəmli bir şey olmayacaq. Mən evdə qoyublarsa da fərq olar. Zuba. Deutschland, Almanya'da belə qoyulmuş tapılmır. Çok qəşəngdir. Niestety w samym mniejszych pirożkach też jest. Duże ilości? Znaczy w śladowych pirożkach, ale Śladowych. nie, ale pani bardzo ma porządne. W śladowych ilościach może być. Dobrze, oczywiście. Dziękuję. Dilləri necə görürsünüz belə, necə eşidirsiniz? Qulağınıza necə gəlir? Mən üçün qəribədir, çox qəribədir. Probier. Einfach. Okay. Nəysə, Mayısda deyir ki, yoxlamaq lazımdır. Yoxlamamış bilə bilməzsən. Belə bir şeydir yəni. Bir damcı boyaq prov eləyək. Deyir ki, yağın növüdür hansısa. Das ist nicht zu rühren. Ja. Nein, soll ich nicht probieren? Doch, das wird dir schmecken. Nimm mit Gurke. Ist nicht wunderbar. Wunderbar ist es nicht, aber das ist typisch polnisch. Ist irgendwie fett geblieben, 100 Jahre. Weil das ist tatsächlich aus Fett gemacht. Ya bir yağı saxlayıblar illərinə. Sizə bunu gətsələr yeməyin. Belə supumuz gəldi. Bu hansı ki, çirnilərin nudulundan düzəlmə. Hər şeyə oxşayır bunlar bu arada. Məncə bu dadı möhtəşəm olacaq. Mən belə supları çox sevirəm. Bu çayımızı da qoyaq qırağa. Bu arada xəmirizədə hər şey özləri düzəldirlər. Hər şeydə, yəni nə varsa. Məncə qəşəng dadır. Yəni bunun dadı dəyər. Bu yaxşıdır. Bu birinci gətirdikləri heç nə idi. Suba 10 üzərindən 7 verirəm. Məncə haqq edir. Biraz suyu çox qoyublar, amma qəşəng. Yeməklərimiz gəldi, pirogilərimiz. İndi mən bunun dadını sınayacağım. Bu arada bu sadəcə ətlə olandır. Bu kartuşka və pendirlə olandır. Belə biraz da yoğurta vuraq. Ətlə olsaydı dadı çox məncə möhtəşəm olardı. Heyfə. Normal ət tapa bilmədik çünki hamısı donuz ətidir. Amma bunun da biraz qəşəngdir. Məncə bunu bizdən uğurlayıblar. Bu Sandra da etiraf eləmir. Qəşəngdir. Darf kendi probieren von dir? Natürlich. Yəni də kartuşkalı yox, prov eləyək. Yəni kartuşka ilə pendir mənim ağzılarıma uyğun gəlmədi. Məncə ətlə olan daha qəşəngdir. Bu arada normal ət daha da yaxşı olar məncə. Yəni mən donuz əti yemədiyim üçün hər yanında donuzdur. Normal ət tapa bilmədim. Əgər siz də donuz əti yemirsə və ətlə heç olmasa yoxlamaq istəyirsənizsə, yəni qaz ətinə gəlib burada yoxlaya bilərsiniz. Məncə dadı qəşəngdir. Yəni 10 üzərindən məncə bu da 7. Deməli gəlmişik alış-veriş mərkəzinə, adı Galeriyadır. Krakovun, buranın ən məşhur alış-veriş mərkəzlərindən biridir. Yavaş-yavaş aşağı qatlarda düşüb bax görək nələr satırlar. Sizinlə də bölüşərəm. Yəni buranı da bizdən uğurlayıblar. Yəni bizim
Gənclik molumuzda bunun kimi gözəl məncədir. Hər şeyi bizdən uğurlayırlar bu insanlar. Bu arada zarafat edirəm təbii ki, heç kimdən uğurlamır. Belə fərqli, burası sport geyimlərdir. Dünənləri elə belə Zara'ya kurs belə tez girdim çıxdım. Belimə 4 mərtəbəli Zara var, yekə. Orada çox qəşəng idi. Mən aşağılara düşüb paltarlara baxacağam. Özüm üçün nəsə almaq istəyirəm. Qiymətlərə də gələndə qiymətlər yəni Avropa qiymətlərinin standartlarına uyğun şəkildə qurulub. Necə ki Almaniyadakı qiymətlər, burada da eyni qiymətlərdir. Çox da belə ucuzdur deyə bilmərəm. İndi bəzən endirimlər olur, onlar tam ayrı şeylər. Endirim olanda daha biraz ucuza gəlir. Amma belə normal dərəcədə götürsən, yəni Avropa qiymətlərinə, standartlarına uyğun şəkildə qurulub. Deməli, burada mənim də nəzərimə bir şey çatdı. Burada yuxarı mərtəbədə restoranlardır, necə Azərbaycandakı sistem. Ondan sonra aşağı mərtəbələr yavaş-yavaş isə paltarlardır. Məncə bunu çox qəşəng edirlər. Çünki hər mərtəbədə yemək olanda bu iyi vurur, başqa şey yaxşı deyil də. Ona görə beləncə həqiqətən çox səliqəli səhmanı görsənir. Xüsusən də yenə restoran və dizaynına baxın. İnsanlar bunu yaradırlar. Belə. Relax zona. Biz restoran bir də. Yenə restoran, yenə fərqli düzəldilmə. Həqiqətən çox qəşəngdir. Bunlar bu restoranların dizaynını çox möhtəşəm edirlər. Çox bəyənirəm. Nəsə restoranlar çox xoşuma gəlir burada. Tam mənlik. Qiyməti də 126 zlota. Təxmini 40 yox. 30 evro. Bir dənə də belə bir şey tapdım. Bu da Hayimdəndir. Duruşu falan çox qəşəngdir. Qiyməti 47 evrodur. Amma material falan da çox əladır. Zamuşan materialı var. Birinci alışverişimi eləyirəm. Belə bir köynək tapdım. Bunu alıram. Burada bir hayızda here? Stradivarius. Əlinizdə bu var. Bunu qoyursunuz bura. Burada belə bir şey gəlir. Bu bizə lazım deyil. Dəyişirik. Bunu heç nə keçirsiniz. Özü avtomatik tapır. Hansı bir şey qoymuş sonra. Buradan qabağa verirsiniz. Qiymətini göstərir. Yenə qabağa verirsiniz. Buradan da Almanya seçək. Kredi kartı. Burada da ödəniş edirik və hazır. Sonunda belə bir style yarattım. Belə bir şalvar aldım. Rezervdən aldım bunu. 30 evro və köynək də oradan almışam. Köynək də 16 evro vermişdim. İndi bir dənə üstünə bir şey. Ona da baxımdan alıram. Və sonunda ürəyim dözmədi və gəldim mən almağa. Hayımdan alıram bu arada biləsiniz. Axtaran olar falan. Reklam edeyim buradan. Və belə bir günümüz alışverişlə keçdi və sonunda axırda alışverişi bitirdik. Bunun da qiyməti eləyir 1,46 evro. 1 evro 46 cent. İndi restorana gəlmişik. Steakhouse. Dəniz məhsulları da qargodur. Biz ki, mən başqa ölkələrdə gedəndə, məndə belə bir xasiyyət var ki, başqa ölkədə getsəm, həmişə steak yoxlayıram. Yəni, oranın ətinin tam dadını almaq üçün. İndi gəlmişik bu restorana, gəlirəm ki, ətləri qəşəng olar, steak yeməyə. Deməli, girişə girən kimi bizi belə ətlər qarşılayır burada. Gördüğünüz kimi restoran və ətlər. Burada restorandır, gedəyim içinə. Buralar öldürəcək məni. Buna möhtəşəm dizaynlar daxil restoranlar eləyir. Burada menü var və heç nə başa düşmürəm. Çünki ancaq Polşaca yazılıb, heç nə anlamaq olmur. Nə üçün Sandra mənə kim eləməlidir ki, seçə bilim steaklərdən, baxaq çörək. Dostlar, burgerimiz gəldi. Pomesimiz də gəldi. Bu elə bir yekə bir burgerdir. Bunu necə əlimdə saxlayacağım belə bilmirəm. Çünki çox yekədir, yəni. Bunun da var. Əti, bana suğu, sosu. Möhtəşəm. Çox hoşuma gəldi, çox. Açıqlara da istəyim. Buz yox saydı, buzlamayım ben. Deməli, hər şeyimizi yiyəndən sonra antrikotumuz da gəldi. Ətimiz, pomeslərimiz hələ qalıb. Bir də ətin dadını da prov edeyim, görüm necə dadır. Oo, maşallah. Ət edə bir yaman bişib. Ət çox qəşəng bişib. Üstü biraz çox qızarıb. Amma iç olarak qəşəng pişib, suludur.
Bu arada ətin dadı da Almanya nisbətən çox yaxşıdır yəni. Ətin dadı burada tam başqadır. Onun üzərindən də 9 verirəm. Bir də üstü çox qurumasaydı bəlkə onun üzərindən 10 ola bilərdi. Burgerə də onun üzərindən 8.5 verdim. Bu da bizim yediklərimiz. Qiymətlər. Bu heç eyni şeydir, burada yazılır. Deməli, steaka verdiyimiz məbləğ, bu burgerlər, mayonezlə hesablayırlar, amma nə hesab? Mənim içkimi hesablamayırlar. Also so, öffnen wir das nicht. Okay. Ja, das ist falsch. Den nehmen und die Schokolade erst abbeißen. Von aller Seite. Nasıl şımadın? Ja. Und das schmeckt dann besser. Alle, aber ich komme nicht dazu. Bu kadar yiyeyim görme her şeydi bu. Normal tərif değil. Bir şokolad tane. Aslında bu bizim Azerbaycan'da aldığımız çikolatadan da bu içinde ağ olanlar. Yumuşak. Nein. Liebe, ich habe das gegessen, als ich Du 3 hast Jahre das alt war. kaputt gemacht. Du kannst das nicht so essen. Bizim o uzun şokoladlarımız var ya. Bak olur. Yalandan mən burada adıdır ki, Almanlar, Polşalıların mühtəşəm şokoladları dinlər ya. Belə bir şey. Bildiğimiz dadlar hamısı. Yalandan burada mənə çox xoş gəlir. Yenə bir restoran. Yenə fərqli dizayn. Bütün hər tərəf belə varlar. Və bu da işıqlar. Fərqli. Belə pivələrdir. Prov üçün beləcə gətirirlər. Bir dadlarını sınayacaq. Bunun adı Mertindir. Mertinlə başlayıram. Zaten normal pivə deyən. Buna dedi Baytun'da. Bunun dadına baxaq. Bir amca altı dadı var. Biraz. Bu qara pivədir. Dumpel. Bunun dadı artıq abıdır. Bu ondan dadıdır. Tonikdir. Deməli, bal dadı verməlidir əslində. Vallahi gəlir. Bunun adı Fermon IPA. Bu tuş dadı var, tuş dadı. Bu da zavakmışdır. Albalı. Çok babat dadı. Lemon Dunkel. Bu da karpuz olandır. Yani biraz karpuz tadını verir ama yemiş tadını bence daha çok verir. Bence bu 7 tane içinde ben favoritim. Yani bir numara olarak budur. Perfect. Məcbur hamısı içəcəyimdir, amma ən dadısı məncə budur. Kimsə gələrsə Polşaya, məncə bura gəlsin. Çox qəşəng dadır. Restoran adı CK-dır. Krakova yaxın, mərkəzə yaxın yerləşir. 44 zlota təxmini 10 euro 50 sent, belə bir şey. Bir də bu dizaynı göstərmədilər, bir də bax, bura bax. Belə divarlarda şəkillər. Çox qəşəngdir məncə. Ümumiyyətlə dizaynına bayıldım mən bu ölkə restoranlarda. Kendisine wings sipariş verdik. Degustator olduğuma göre birinci ben başlamalıyım. Yani içi suludur. Üstü kızardıdır. Görünür ki alınma değil burada olandı. Ama bayağı altıda. Sag nochmal, wie heißt ihr? Sukinica. Sukinica bura gəlmişik. Neyse adını o qəşəng deyir məndən. Deməli bu gördüyünüz binadır. Tarixi abidədir deyək. İndi biz də içinə gedəcəyik. Deməli buranın içində də belə bazardır. İndi biz də biraz hədiyyələr alacağıq. Burada maqnitlər var. Belə hədiyyələr kiçik. Qiymətlərini bilmirəm, amma ki məncə çox da baha olmaz. Hamısı zlota ilə yazdı. Məsələn 7 zlota maqnitlər, 8 zlota. 8 zlota təxmin 2 euro eləyir də. Məncə tam da uyğundur. Burada da var fərqləri bunlar. Bura gördüyünüz yəni buradan tam axıra kimi bazardır bura. İçəri belə fərqli. Namın bir də Bazilika Mariatska. Deməli biz oradayıq. Mən adlarını çox da yaxşı tələffüz edə bilmirəm çünki alınmır. Hə. Deməli indi bunun içinə getmək istəyirik. İndi bilmirəm içi ödənsin ya yox. Bir də möhtəşəm içi var, yəni şəkilləri gördüyümüz qədərilə. Burada da belə bilmirəm bu. Was ist das? Pomnik Adama Mickiewicza. Adam Mickiewicz war ein Autor.
Aha, aynen. Aa, bir dənə yazıçıya özəl bizdə necə Azərbaycanda olur yazıçına heykəli. Onlardandır. Burada da Zara var. Böyük Zara. Hə, bir de burada. İndi gedə görə içinə görə bilirik. Deməli, Sandra deyir ki, bunların kilsələri o ilə məşhurdur ki, belə görünüşü zadı, belə çox varlı görünüşü var. Deməli, biz nə vardıq? Əgər burada turist girişinə gedirsinizsə, biraz pul ödəməlisiniz. Əgər yox, turist deyilsinizsə, normal kilsəyə gəlirsə, yəni ibadət etmək falan, yəni onda heç bir pul vermirsiniz. Biz də ibadət etdik, girdik girişdən, heç bir pul ödəmədik. Görünüşünü də gör, necə görsün. Biraz da balaca bir dənə video çəkdim gizlincə. Amma içəridə hər dəfə deyirlər ki, video olmaz, çəkiliş olmaz. Yəni deyirlər ki, turistlər o tərəfdən getməlidir. Çox qəşəngdir, yəni içərisi çox möhtəşəmdir. Həqiqətən kim işləyibsə çox qəşəng işləyib buranı. Əgər turist kimi gəlirsə, 20 zlota ödəməlisiniz. 20 zlota da təxmin eləyir 5 evro. Əslində baha deyil, amma ki kilsəyə girişində məsələn mənə görə dəyməz, çünki mən xristian deyiləm, sadəcə oranın görünüşü mənə maraqlıydı. Yəni başqa bir şey deyil. Özdə Polşada kilsələr həddən artıq çoxdur bu arada. Yəni çoxdur. Kilsə hər yanda kilsədir, hər yanda. Gəldik, indi bunun içinə bilet aldıq ki, tunelləri görəcəyik. Bu arada 45 evro idi və mən gördüm ki, orada yazılıb ki, studentlərə oxuyanlara 10 zlota endirim. Tez özümü soxdum ortaya, 35 zlotaya aldım. Siz də açırsınız da bunu istifadə edin. 10 zlota da yəni təxmini 2 evro 50 sent bir şey eləyir. Yəni bunları istifadə edin. Amma Sandra 45 zlotaya aldı məsələn. Nə olsun vətəndaş? Amma ki, belədir burada bir də işte. Belə içəriyə giririk. Burada zaten hər şey yazılır. Gedib buradan oxuyaq, görəcəyik. Geçmiş dövrlərə aid olan şeylərdir. Bizcə Azərbaycanda Qız Qalasına girəndə bir də qədim əşyalar var. Bax, onlar kimi burada da qoyublar. İndi buranın bir dənə də əjdarha hekayəsi varsa, birazdan onu danışacağım. Mən çox da tarixi abidələr insanı deyiləm. Amma ki, kimsə belə tarixi şeylər sevirsə, gəlib məncə baxa bilər. Və bu da acı sonluq. Hər şey yandı, kül oldu. Qalanlar da bunlar. Bu içindəkilər. Şöyle nə tapmışam. İskelet adam başı. Deməli biz bu atları soruşduq. Bax görürsüz bu atları. Hamısı düzülüb. İnçə hayva biliga. Deməli 10 dəqiqə 15 dəqiqəsinə 125 evro. Bu məncə çox yüksək qiymətli. Yəni bu pulu verənlər varsa bunlara həqiqətən halaldır. Yəni çox pahalı, çox pahalı. Yenə restorana belə yenə fərqli, biraz keçmiş insanı andıran belə. Bu bunların ənənəvi rəngləridir bu arada. Fərqliyə baxın. Belə. Mən zübrə biraz qırılıb amma neyse. Mən həqiqətən bunların restoranlarına heyranam. Yəni bəzədilməsi, görünüşü, tarixi qoyulmaqları çox qəşəngdir. Kompot. Hər yanda eyni dad verir, yəni heç bir belə fərqli yox. Hamısı da standart kompotdur. Yəni bizdə kimi çeşid meyvələrin deyil. Qarışıq bir meyvə edirlər, ona aid bilirlər. Və yeməklərimiz gəldi. Bu ördək əti ilə olan. Bu bilmirəm nədir. Was ist das auf Polnisch? Kluski. Kluski. Nədirsə Allah bilir. Və burada da qulyajımız var. Normal ətlə. Biraz acılıdır. Dadına baxarıq. Yəni çörək alaqdır. Yəni yandakini istifadə edəcəyik. Və kompotlarımız. İlk dadım testindən başlayaq. Ah, iyi qəşəng gəlir. Deyirəm dadı da elədir. Tadı qəşəngdir. Suyu da qəşəngdir. Bir də məmsin deyim, ət biraz bərkdir. Yəni yanında
Biraz ağırdı. Şimdi o bir yemeğin de tadına baxaq, ondan sonra biz yiyək. Bu mən sevmirəm də. Tam mənim ağız dadıma uyğun deyil, süt məncə daha dadlıdır. Bir də belə Polşanın ənənəvi olan şirniyyatını yiyəcəyik. Degustrator nə dadına baxsın, sizinlə bölüşsün. Natlı da yaxşıdır, biraz yağlıdır, onu da deyim. Mən normalde almanı çox sevmirəm. Amma almanı sevən insanlar üçün məncə möhtəşəm bir desert ola bilər. Deməli, opşi 43 euro. Belə. Sizinlə çətin tərəfi bilirsiniz nədir? Belə gəzirsiniz, qalxırsınız, düşürsünüz, özünüzü. Yemək yemişdik. Yeməyin hamısının kalorilərini burada yandı öyrəndi. Çin sətini oxşayır burada qalxaq yutarmır. Sonunda gəldik, kralın evinə çatdıq. Yavaş-yavaş gedib içini gəzəcəyik. Neçə gündür kralın evində deyə qalmışam. Deməli, burada kralın kilsəsidir. Kral özü üçün tikdirib, ərinirmiş orta yerlərə getməyə. Belə qoy evimin yanında bir dənə tikdirim. Burada belə açıqlıq var. Burada da yəqin piknik edirmiş. Biletimiz. Bu da qiymətlər. Biri hansı ki əjdahanın olduğudur, biri də ki kralın evinə gedirik. İndi gəldik kralın evinə. Nəysə kralın evi yaman modern evi oxşuyur. Bu da onların xalçalarıdır. Böyük yerdir, qalx qutarmır. Bunlar kimi? Eyni dizayn üstə. Burada xalçalar var yenə. Söz-söhbət olanda kral yığılmış cəmaatı bura. Ah kral kimi yaşadın getdin ha deyirəm. Yəni kral kimi yaşayıb həqiqətən. Ancaq portretlərlə doludur yəni. Deməli, bunlar gördüyünüz şeylər də bunları Türkiyədən götürüb gətiriblər. Yəni götürüb gətirməyib, alıblar yəni. Götürüb getməyə biraz çıxdı. Yəni alıblar. Bax bunların hamısı Türkiyədən gəlmədi, hamısı. Yəni onlara aiddir, türklərə aiddir. Buradan çöldən də göstərim. Burada kralın sarayıymış. Nəysə o vaxt indi yaşayıb özü üçün, yediyin yeyib, içdiyin içib, döyüşlərinə gedib. Belə böyük bir saraydır, başvuracaqdır, bilinmir. Bir də bu tərəfi var. Məncə Azərbaycanda da bu gəmilər daha da artırmalıdırlar. Çünki həqiqətən gəlir gətirən bir şeydir və bizim də Xəzər dənizimiz var, bunu istifadə etmək lazımdır. Ich dachte, kommt Feuer, aber nein. Bu da sizə dediyim o əjdahadır. Deməli, əjdahanın hekayəsi odur ki, əjdaha yaşayır orada və deyir ki, siz mənə gündəlik qız gətirməz. Bunlar da gündəlik buna qız aparırlar, sonra şəhərdə qız qalmır. Bir dənə qız qalır, o da kralın qızı. Kral da deyir ki, kim bu əjdahanı öldürsə, ondan qızımı evləndirəcəm. Onda bir dənə də ayaqqabı düzədən olur. Bir dənə qoyun götürür, qoyunun üstünə təmiz duz bağlayır, sonra bir də qoyunun dərisini bağlayır qoyuna, verir əjdahaya. Əjdaha da onu yeyir, sonra da suzuyur, sonra da çıxır bu gölə, hansı ki çaya, başlayır suyu içməyə, sonra patlayır ölür. Belə bilən hikayələr, bilmirəm də. Yəni doğruluğu böyük ihtimalla yoxdur, amma hikayə budur. Deməli, indi gəmilərə gəlmişik. Buna minəcək, yarım saatlıqdır bu. Təbii ki, böyüklər də var. Məsələn, görürsünüz, o tərəflərdə böyüklər də var. Bizim balaca olanı seçdik, çünki böyük olanın bir dənəsi, yəni bir saata gələcək, o da biraz gecdir. Biz də bir də balaca ilə gedəcəyik. Qayığımıza gəldik. Bizim qayığımız xüsusi olaraq. Burada oturaq. Düşdü yollara, düşdü yollara.
biraz sərindir, amma olsun. Bəli, bəli. Bunlar Almaniyanın bizə verdikləridir. Mən Almaniyada yaşasaydım bu gözəllikləri görə bilməzdim. Buralara gəlmək üçün viza, nə bilim, indi daha çox pul lazımdır. Amma az bilim elədir ki, en azından beləsinə, yəni ucuz özü üçün tətil yarada bilirsiniz. Yəni məcbur deyil hər şeyə çox pul verəsiniz. Amma en azından belə gözəlliklər görürsünüz, gəzirsiniz. Bu arada bunlara minəndə ehtiyatlı olun, çünki çox soyuqdur. Həqiqətən deyirəm, bir anda belə soyuq vurur da adamı. Yəni soyuq olur. O yox, qalın geyinin belə, əgər gəmi şeyiniz varsa, biraz qalın geyinin. Bu da buranın axşamları belə. Belə mahnı qoyurlar və gecə oynayırlar. Bugün bizim son gecəmizdir. Bugünlə də bitiririk. Özünüzdən müayət olun. Başqa videolarda görüşmək üzrə. Bugün son gündür, yuxudan durmuşuq. Cappuccino almışıq. Sizi inandırım, bu cappuccino dadı yoxdur da. Yəni elə qəşəng dadı var ki, o acılıq yoxdur. Başa düşürsünüz nə demək istəyirəm. Süddən mi irəli gəlir, nədən irəli gəlir bilmirəm axır ki. Amma çox dadlıdır. Yəni mən belə içməsini hələ Almaniyada içməmişəm. Çox qəşəng, çox möhtəşəm. İndi biraz da tort alacağıq. Tortu da həll edib artıq yola düşürük. Çünki bayağı pul xərcləmişik. Artıq əlavə pul ödəmək kimi niyyətim yoxdur. Yola çıxırıq. Yenə 8 saat yarım Almanya yolumuz var. Düzü biraz uzundur və yol insanı çox yorur. Oraya gedəndə yorucu olacağını bilirəm. Bu arada sizə bir şey deyim. Deməli, burada gördüyünüz simit satanlar, o Türklərin necə olur, simit necə məşhurdur. Burada da o simit çox məşhurdur. İndi mən qabaqda bir dənə xalanın satdığı simitləri gördüm. Onlar daha insana gülür, həm də başqalarına daha ucuz verir bu arada. Və gedirəm o xalanın yanına. O simitləri qəşəngdir. O xaladan bir dənə simit alacağım. Dadına baxmaq üçün. Baxaq görək, bunlar simitləri dadlı dadırmı? Yəni, bu xalanın simitlərini bir dənə götürəcəyik. Deməli, aldım bu xaladan. Problem odur ki, belə çox tərifdir. Bilmirəm, bu normal deyə yox. Xalanı çox təriflədim deyəsə, xala deməli çox xoş gəldi. Dadına baxın görün nətərdir. Normal simit də. Məncə Azərbaycanda qəşəngdir. Evə qayıdan yolda dedi, yenə biraz yemək sifariş verək. Çünki acıq və bütün yola getməliyik. Bu yəni həm poğaça supudur, hansı ki mənim çox bəyəndiyim. Bunu zaten dadını demişdim. Orada qəşəngli suyu çox idi, amma burada suyundan daha çox noodle çoxdur. Məncə bu ondan da daha qəşəng dadar. Buradakı həm də toyuqludur. Yəni bu tam fərqlidir. Noyla qarışdırmayaq. Bu noodle'lar da fərqlidir. Orada özləri eləmişlər məsələn noodle, amma belə bir hazırdım. Amma da olaraq yəni eyni daddır. Çox sevirəm. Bu da yeməklərimiz gəldi. Maşallah bu qədər salat qoyublar. Bu da belə bir yemək sifariş verib. Rolada. Neyse yiyəbə dadına baxaq. Kaç gəlmir mi? Bunlar məncə duzla problem var. Laks. Möhtəşəm. Səhifəmi dəyişib yemək səhifəsi eləyə bilərəm. Maşallah iştahlı insanım. İnsanlar xaricdən də gətirir. Mənim gətirdiyim xiyar turşusu. Xiyar turşusu gətirmişəm özüm üçün. Şirniyyat da gətirmişəm amma. Bunu gətirmək üçün sosu getmişəm, almışam. Dadı şeydə kim deyildi. Keyif oldu bunun. Deməli, Almanyada xiyarı daha çox şirin eləyirlər, tuz eləmirlər. Buna da o qədər tuz var ki, yemək olmuyor. Wie heißt das? Bezen tortu. Bezen tortu belə bir şeydir. Prosta əriyib yazdı, suyu da daxil, da o belə yol gəlib. Bu da balı tortumuzdur belə. Dana paketin nətərdir buna, dəyərmi? Mən tətili yeməyə görə eləyirəm, amma belə başlayın. Limonu vurublar. Bildiğimiz balı tort değil. Bütün xəyallarım suya düşdü. Burada kukruz, bütün xəyallarım suya düşdü bu dəqiqə. Tort barəsində bütün xəyallarım uçdu getdi. Çox peşmanım. Nəsə söndürməyə, nəsə alınmadı bu, nəsə heç hoşuma gəlmədi.